sorğusudur, debit kart sorğusudur. Hamısı bir API-dır bizim üçün. Dokumentasiyadır yəni. Aha. Və bizdən ITBA olaraq tələb olunan odur ki, bu API dokumentasiyanı detallı yazaq. Biz bunu öyrənirik ki, bunu detallı necə yazmaq lazımdır. Hansı dəfə qalmışdıq burada. API, pass parameter, query. Aha. Dedik, parametr tipləridir. Header'ımızdır, pass'dir, query string parametrimizdir. Header parametrimiz request'in header'ını özündə saxlayır. Pass parametr pass'i, endpoint'in pass'ini, query də query hissəsini. Deməli, raw data nədir? Məsələn, deyək ki, account'un balansını gətirən API-miz var. Hansı ki, onun şəkli də var. Bu hissədə. Gördüm. Hə. Görürsünüz, solda kartlardır. Sağda da hər bir kartın daxilində və ya hesabın daxilində olan həmin mənim dediyim balansdır. Bunu gətirən API-dır. Görürsünüz, sağdakı Rabitə Bank, deyək ki, bank hesablarıdır, hamısı buradadır. Soldakına klikləyəndə sağdakı çıxır. Rabitə Bankdır, ABB-dir, Muğam Bankdır, Yellow'dur və s. Yəni, bu çıxır. Biz bunu API ilə sorğuluyuruq. Raw data nədir? Raw data xam məlumatdır. Parametrləri səliqəsiz olmuş bütün hər şeyi öz içində saxlayan bir məlumatdır. Yəni, burada endpointlər də var, metodlar da var, request body'lər də var, response'lar da var, API da var. Endpoint görürsünüz, bunun içindən seçmişik ki, endpointimiz budur. Account ID balansdır. Account'un balansını yoxlamaq üçün biz bunu istifadə edirik. Mən uşaqlara demişəm, siz də yoxlayın. Postmanı açın. Belə. Dəqiqə açın. Postman. Aha, dəqiqə. Postman. Necə yazdım? Postman yazdım. Yazın, açılacaq bu. Postman.com yazın. Yazdım. Qeyrətdən keçin öz gmailinizlə. Birinci çıxana gedim, elə Confluent for Data Streaming yazıb ona girim. Hə, deyib, bu açılacaq sizdə. Görüm, ekranı böyütmüşəm, bir baxım. Görən düz açdım, Nəmin xan, baxma. Ekranı balacalaşmışdı, görmədim hansıydı. Hə, baxam. Mənim ekranım. Hə, Deyib, belə baxım. almalıdır. Yox, postman.com yazında birinci çıxana girim də, düzdürmü? Hə, bir dənə də onsuz da postman.com. Enter basırsınız, gəlir özü. Ha, yox, məndə də gəlmir. Belə promoya açılmır. Girir səhifəyə. Yəqin qeydiyyat eləməmişəm, ona görədir. Hə. Orada bir də qeydiyyat hissəsi sol tərəfdə bu var sizdə. Baxın, görüm nə görsənir indi. Share edin. Mən gəlin telefondan edə biləcəm. Hə, telefondan girirsiniz. Telefondan girməyin, kompüterdən. Yox. Kompüterdən girmişəm. Hə. Book meeting bizim. Hə, qeydiyyat eləməliyəm də. Getsə e-book yazıb. Yəqin oradan eləyəcəm. Siz eləyin, mən baxacam, narahat olmayın. Siz dərsə baxacam da təzədən. Hə, onu lazımdır ki, eləyəsiniz. Mən baxım indi də. Mən eləyə də, siz də əlinizdə öyrəşsin sizin. Hə, onda mən qeydiyyat eləməliyim. Gözləyəcəm siz, ona görə deyirəm. Narahat olmayın. Mən adaptasiya olana qədər mən buna. Narahat olmayın. Gözləyirəm. Görüm, adam girdi. Sizdə promoya asır deyə. Welcome from FedEx. Yaxşı, ekrandan paylaşıram, deyin mənə aşağıdan. Deyəcəm dəqiqə.
Burada. Dur. Dəqiqə şeir eləyim sizin. Nə baxın, bu da şeir eləyəndə sizin adınız çıxmalıdır, düz deyil. Harda? Burada ekranda şeir eləməyə çalışıram. Aşağıda deyə 3-cü soldan. Onu basıram elə. Onun adaptasyonu qədər. 2, 3. Bunu değiştir. El işarəsi var. Onun yanındakı. Yox, ən soldan başdan 3-cü kompüter işarəsi var. Pakazet ekranda da düz değil. Ha, Onu sağ basıram. olun. Bunu basıram. Gəlir window, enter screen, Chrome tab. Amma share düyməsi aktiv olmur. Nəsə bu çatışmır. Onu eləməliyəm. Gözləyin deyəcəm. Dəqiqə. Hə, fisyo. Gör nə oldu, Nəmin xanım? Kamera bağladım, açırdım. Fisyo. Hə, всё. İndi keçin qeydiyyatdan. Mən buradan keçə biləcəm üstündən belə. Bu ancaq göstərir. Görürsünüz mənim ekranımı belə. Hə, Google-dan keçin. Sign up Google var ən aşağıda. Ən aşağıda. Ən lap aşağıda. Mənim səsim açıqdır, amma danışmıyorum. Yəni iş qədəstəyəm mən. Hə, sağ ol. Niyə burada qaldım? Hə. Burada nə seçimlərimi xan? Hə, burada elə test API seçin. Hı. QA seçin. Hə, aşağıda bir istifadəçi seçin. Sonra burada integrate API'lar seçin. Get. Все? Hə, olsun. Getdik. Nəmin xan, bu API-lərə aiddir, hə, sırf. API işləmək üçündür. Əla, düz, düz açıldı indi burada. Okay. Bu sırf API-ları test eləmək üçün tooldur. Swagger-lə də işləyirlər, Postman-la da işləyirlər. Biz hamısını öyrəndik. Bax, sağ tərəfdə API AI versiyasını eləyiblər. Sol tərəfdə üstə gəl vurun, ən solda. Bu mu? Ən solda üstə gəl var. Plus. Sağ olun. Orada collection yaradın, ən aşağıda. Okay. Onu yaradın, collection. Ekranı niyə yaxşı görmürəm? Böyüdüm. Hə, new collection. Görürsünüz, collection açıldı. Biz 1-2-3 dərs olar ki, keçirik bunları. Yəni collection yaratmaq. İndi ekranı dayandırın, mən şeir eləyim. Siz bu da açıq qalsın. Mən elədikcə istəsəz yapışdırarsınız, baxarsınız. İndi mən də eləyəcəm onu. Ki görək necə alınır bizdə. Deməli, bizim əsas məqsədimiz bu API-ları öyrənməkdə. Keçin prezentasiyaya. Hə. Dediyimiz bu endpoint və s. hamısı bunun üçündür. Ki biz çağıraq cavab alaq. İndi bir dənə cavab alacağıq, özünüz də görəcəksiniz. Bu query parametrimiz, request-dən get account balance-da query parametrimiz hansıdır? Hamısını seçmişik. Daha sonra pass parametrimizdir. O da yenə buradadır, bu hissədədir. Bir də bizim endpointimizdir. Bunlar hamısı bizim belə deyim, endpointimizin hissələridir. Yəni endpoint nədən ibarətdir, nələrdən sorğu göndəririk. Biz
gördüyümüz kimi bəzi fieldlərin təsvirində qeyd etmişik ki, bir field hardan əldə olunmalıdır və ya nədir. Bizə verilən məlumatlarda isə bu yox idi. Biz bu məlumatları bizə tapşırığı verən layihə meneceri və ya product owner-də mütləq almalıyıq. Hər zaman sənədləşmədə özümüzü proqramçıların yerinə qoyun və əmin olun ki, onlar fieldlərin hardan əldə olunmasını dərhal başa düşəcəklər. Field nədir ümumiyyətlə? Baxın, bizim dokumentasiya, mənim yazdığım dokumentasiya, nümunə dokumentasiya budur. Siz də bunun kimi bir şey yazacaqsınız sonda, bu API-lar keçəndə. Yazmışam məqsədini. Daha sonra bu mənim yazdığım layihə, hansı ki mobile wallet var, ödəniş eləyirik NFC ilə. Onun endpoint-idir. Bax, görürsünüz, gedirik user ID-yə görə balansı gətiririk. Məsələn, endpoint budur. Response vermişik ki, balans bu field, bunlar fieldlərdir. Bunlar iki nöqtədən solda olanlar fieldlərdir. Deməli. Biz bunları istəsək, bax, burada mən yazmışam ki, mənə bunu kontrol belə eləyirik. Mən sizə indi bunu atacağım. Çata. Çatdan kopyalayın bunu. Çat hardadır? Görün, çatdan kopyalaya bilirsiniz. Çatdan kopyalayın və Command O eləyin. Həmin postməndə. Kopyaladıq. Gəldik bura. Çat hissəsini yapışdırdıq. İndi bunu kopyalayın hamısını. Kopyalayandan sonra gəlib bu hissəyə. Burada postmanımız hardadır? Burada. Gəlib bu hissəyə, hansı ki home login edirik öz adımıza. O new collection yazılan deyirsiniz də, Nərmin xanım? Sağ olun. Bura əlavə edəcəyik. Aha. Məsələn, burada görürsünüz, collectionlarım mənim buradadır. Mən bura new collection eləyirəm. Yazıram mobile wallet. Collection. Yazıram mobile wallet. Bu oldu new collection. New collection'dan sonra new collection üstündən bu üstə gəlib basanda new request var. Bax, bu hissə. Gəlirik bura. Bura yapışdırıq biz endpointimizi. Və yaxud biz burada CURL varsa, mənim sizə atdığım kimi. Biz nə eləyirik? Biz gəlirik Ctrl O eləyirik. Sonra Ctrl V import eləyirik. Və artıq görürsünüz, özü yapışdı, özü, yəni API buraxdı. İndi error verdi bizə. Görsün, error verməyən. Tapaq. API for test. Eləyə bilirsiniz, Ctrl O-nu. Yəni sizə baxım, tam. İndi götürəcəm onu oradan. Daha doğrusu götürmüşəm. New collection gəldim. Sağ olun. Bunun new collection'da üstə gəl işarəsi var idi. Düzdür, o new request var. Mən onu new request'ə elədim də, düzdürmü? Ctrl V O, Ctrl V. Import. Import düşdü. Всё. Görürsünüz, düşür. İndi məsəl üçün bunu send eləyək. İndi bunu send eləyirəm. Elədim send. Gözlüyün kimsə gəldi. Error verdi, siz demiş kimi. Əla. Bu sorğulamadır, hə, Nərmin xanım? Bu sorğulamadır. Biz burada asan finansı da sorğulaya bilərik. Biz burada istəsək MKR-i də sorğulaya bilərik. Prosta bu hər log düşür də. Məsələn, biz öz başımıza eləyə bilmərik onu. Bax, görürsünüz, get balans var burada. Aha. Get balansı açdıq.
Burada göstərir. Express checkout, get customer var burada. Hı -hı. Görürsünüz customer'dır, customer base URL'dir, customer'dır, customer'ın ID'sidir. Biz bunları keçmişik ki, sualdan qabaq nə olur, nida işarəsindən qabaq nə olur, invite API key, gözləyin API-dən keçək. Keçən dərsdə olur, Nərmin xanım. Authorization. Necə? Keçən dərsdə demişsiniz onları, nidanı falan yoxsa? Hardasa 3-4 dərsdə keçmişik biz bunları. Baxaram. 4 dərsdə, API-lardan keçirik. Burada deməli bizə lazımdır. Token. Yəni xəmə belə başa düşürəm ki, API biz nədir? O arxada biz müştərinin görmədiyi falan o sorğulama deyil. Biz onun açılışını görürük də, düzdür? Bəli. Gözüm dəndə tapam mı? Check balance API for testing result. Deməli free API. Məsəl üçün bu. Gəlin bunu kopyalayaq və C URL-ini alaq. Free API C URL. C URL də bütün datasıdır bunun. Yəni biz bunu buradan götürürük, yapışdırırıq Postmanə. Oradan da işimizi görürük. Nə tapsaydım? Normal API. Yaxşı, neysə, gəl Trello-nu eləyək. Bunun C URL-i buradadır. Sən deyək ki, bu. Kopyaladıq. Gəlirik Postmana. Nərmin xanım, C URL yəni data deyəndə ki, belə mən bunları da başa düşməyə çalışıram. Link kimi bir şeydir. Yəni ona giririk də biz o düzdür, nəfsi. Linki də yəni. Command O, Command V import eləyirik. Gəldi, send eləyirik. Niyə valid? Belə oldu bu. Bunu baxaq. Az yarım. Command O, Command V. Da işləmiş. Üstün tapaq. Üstməm ekranına. Yəni burada